Deməli dostlar, biz bugün Sokardayıq. Yanacaq necə istehsal olunur və necə çənlərə doldurulur, yanacaq doldurma məntəqəsində necə verilir. Bütün bunların hamısını çəkmək üçün gəlmişik. Müəyyən şeylər var ki, onu biz çəkə bilmərik təhlükəsizlik baxımından. Amma qalan nəşələr nə icazə veriləcəksə çəkməklə bağlı, çəkmə hamısını göstərəcək və əsas benzinlə bağlı olan miflərinizi dağıtmaq istəyir. Deməli dostlar, gördüyünüz kimi yanacaqla bağlı olan bütün şirkətlər, hansı ki yanacaqlarını sizə satırlar, onlar gəlib hamısını buradan götürürlər. Yəni Sokardan götürürlər. Yəni kimsə deyirsə ki, bizdə filan yerdə yanacaq yaxşıdır 92, filan yerdə yanacaq pisdir. Bunu biləsiniz ki, bunu yalnız və yalnız Sokardan götürürlər. Bu avtomobillər, məsələn, Sokarın da öz yanacaq doldurma avtomobilləri var, hansı ki onlara yanacaq doldurulur. Həm də digər, məsələn, qarşımızda İspetrol, hansı ki bir çoxları tərif edirlər ki, İspetrolun yaxşı benzinləri var və s. Hamısı benzinli gəlib buradan götürür. Artıq nə baş verirsə, nə ora nə qatqırsa, ora nəsə tərkib eləyirsə, bütün bunların hamısını yanacaq doldurma məntəqəsinin insafına bağlı olan bir şeydir. Bax, görürsə, yuxarıda işləyirlər. Orada yanacaq doldururlar çənlərə, maşınların çəninə. Bax, İspetrolun maşınıdır. Bu da Tosoil'undur. Yəni, bütün nələr baş verirsə, bunların hamısı yanacaq doldurma məntəqəsinə baş verir. Sizi aldırdılarsa, bu artıq yanacaq doldurma məntəqəsinin insafına bağlıdır. Və bugün mən bir neçə məsələni dəqiqləşdirdim. Bu məsələlərə mən sizə aydınlıq gətirmək istəyirəm. Bax, orada gördüyünüz şəxslər hamısı ustalardır. Bu işin peşəkarlarıdır. Siz onun Raqifin verilişində eşitdiyiniz ustalardır. Və burada əsas məqamlardan biri bizə 92-nə alıb, ora qatqılar əlavə edib 95 kimi sata bilərlərmi? Mifdir, belə şey mümkün deyil, biz şimdi bunu göstərəcəyik. Amma 92-ni 95-in tapancasına qoyub sizə sata bilərlər dostlar. Bu necə olur? Mən sizə deyəcəm. İndi gedirik çənlərlə və yanacaq doldurma yerləri, nasosları ilə tanış olmağa ki, maşınlara necə benzin vurulur. Dostlar, gördüyümüz kimi bütün ölkədə nə qədər yanacaq doldurma məntəqəsi varsa, öz avtomobillərini bura göndərirlər və burada onların avtomobilləri yanacaqla doldurulur. Bax, Tosoil'dur, İspetroldur, hələ bu gördüyümüz burada Sokardır, başqaları da gələndə görəcəyik. Və ona gəlirlər yanacaq doldurma məntəqəsində. Burada əsas məsələlərdən biri bizə hansı yanacaq satılır. Bizə 92 buradan götürürlər və 95-i Sokardan alırlar. Yalnız 95-i ölkə xaricindən alan 2 dənə şirkət var. Lukoil və Azpetrol. Digər şirkətlər 95 almır. Yəni, ala da bilmir. Gördüyünüz kimi bütün yanacaq doldurma məntəqələri benzini eyni yerdən alır və heç kim deyə bilməz ki, filan yerdə benzin yaxşıdır, filan yerdə pisdir. Deyə bilərin sözünü açıq, amma hamı Sokardan alır. Yəni, biləsiniz. Siparişləri bura verilir. Stayaqlar seçilir. Buradan doza verilir. Bütün satışlar verilir. Hal-hazırda gedən satışlar da olur. Yəni maşına neçə, məsələn, neçə ton yanacaq gedirsə, burada görürsünüz də siz onları. Yəni siparişlər verilir, neçə getsə o da gəlir. Bəli, hər stayaq. Hər stayaq ölür. Nasoslar buradan idarə olunur. Qarı onu deyəndə dövrə təmizlənir. Dünyanın ən son nailiyyətləri ki, Amerikanın istehsalatı qrama-qramıdır. Orada bilirsiniz, sayğaçlıqda olur.
Misal üçün, mən bugün Lukoil'dən 1 litr sizə yanacaq gətirsəm, bir dənə də Sokardan 1 litr yanacaq gətirsəm, onların fərqsiz olduğunu bizə yəni göstərə bilərsiniz, sübut eləyə bilərsiniz. Laboratoriya Şahidçiliklə yoxsa? Koyulan bəli, heç nə yox. yəni şahidçilə mənim belə bir şey. Yox, mən bir nəfər Laboratoriya bir dənə yəni ki, o asbestin Ən geniş laboratoriya. Ən geniş laboratoriya. Zavodun özündə O var. O 5 artıq parametr. ona da əgər inanmayacaqsınızsa da Deməli, çox maraqlı bir kompozisiyadır. Bikinidə voleybol oynayan xanım. Deməli, biz neft ayırma zavodunu tərk edirik. Gedirik yanacaq doldurma məntəqəsinə. Orada iş necə qurulub və necə işləyir, o haqda sizə məlumat verəcəyik. Yeri gəlmişkən yanacağın dəyişdirilməsi ilə bağlı. Deməli, 92-yə nəsə qatıb 95 edib sizə sata bilməzlər, amma 92-ni 95 adı ilə sata bilərlər. Bu mümkündür və bunu eləyə bilərlər. Çox təəssüf ki, bizdə belə şeylər mövcuddur və 92-ni 95 adı ilə sizə hər hansı bir yanacaq doldurma məntəqəsi sata bilər. Çünki 95-i yalnız və yalnız Sokar gətirir və Aspetrol və Lukoil gətirir. Heç kim Aspetrol, Lukoildən 95-i almır. 95-i hamı Sokardan alır, amma 95-in satış həcminə baxanda çox az qeyd olunanda baxırlar ki, hər yerdə 95 var. Deməli, biz artıq Sokarın yanacaq doldurma məntəqəsindəyik və burada da yanacaqların vurulması maşınlara və necə aldada bilərlər bu barədə suallarımıza aydınlıq gətirəcəyik. Pistolet fərqi varmı? Hansı sürətlə vurulmasının fərqi varmı? Bu suallara aydınlıq gətirməyə çalışacağıq. Deməli, çənlərin yerləşdirilməsi və filtrlərdən danışılır ki, hansı filtrlərdən istifadə olunur ki, o mikroçöküntülər yanacağa düşməsin və biz... Bu, belə deyim də, bornildə dəvə boynu deyilən bir anlayışdır. Benzovozdan çənlərə yanacaq boşaldarkən istifadə edilir. Və ondan əlavə olaraq mikrofiltrlər deyilən bir filtr var. Mikrofiltr. Hə, düzdür, bu təzyiqin qarşısına alır. Çox yerdə belə deyək də, benzovoz sayı az olan yerlərdə bundan istifadə eləmirlər, çünki çatdıra bilir. Bizdə amma benzovoz kifayət qədər çox olduğuna görə biz daha çox təmizliyi istiyoruz. Və bu filtrlər vasitəsilə benzovozdan gələn yanacaq çənlərə buraxılır. Və ondan da əlavə olaraq biz damızlarımızı istifadə edərkən maksimum dərəcədə orada çöküntü payı qoyuruq. Bu 14-15 santim arası götürülür. Biz deməli benzinlərdə 20 mikron nəzərdə tutmuşuq. Dizeldə isə 30-20 mikron, amma avtomobildə olan belə deyək də daha həssaslar, müasirlərdə və ona görə də buradan keçən elə bil orada ilişə bilər. Amma indi mən belə bir söz deyim, mən başqa bir alternativ yanacaq doldurma məntəqəsi görməmişəm ki, bu stildə istifadə edəsin. Buradan sonra vuruldu çənə. Çəndən sonra pompalara gedəndə orada da filtr sistemi var mı? Spensorlarımızın hər birinin altında filtr. Suyun deməli necə? Bu gördüyünüz sən dizel çənidir. Hal-hazırda bunu suyun səviyyəsini ölçmək üçün çox yanacağın dizelə, bununla həm yanacağın səviyyəsini ölçürük, həm də suyu. Biz hal-hazırda suyu ölçmək üçün su lazım olmaz da nəyə göstərir? Əgər su varsa olmaz, başqa bir qızartmalı rəngini dəyişir. Hal-hazırda da indi dağıtıb göstərəcəksə ki, rəngini dəyişmir. Əgər dəyişibsə deməli o miqdarda orada su var. O da vurulur sənin o həcminə, o da çıxar. İndi başqa bir qabda su gətirir, bırak qırmızısındır. Tam su yox da, su tərkibli bir şey ola, yeni yox ama ola. Tam su yəqin ki, qızarar. Burada da boşaltılır. Hal-hazırda çəndə Bu tərkibini yoxlaya bilməz. Yəni, su necə düşə bilər ora? Su necə düşə bilər? Dizelin xüsusiyyəti o Havadan çəkir. Mən Abu Petroldan 92 vurmuşdum bir dəfə. Polnu bak vurdum. Hərəkət eləyəndə bir gün üstündən 2 saat keçmiş, məndə şey göstərdi ki, benzinin yoxdur. Tamam müəllim. Tamam. Getdim təzədən Abu Petrola. Dedi ki, polnu bakdı. Gəldik Sokara. Sokarda benzini çəkdik.
bir dəfə qaba yığdıq. Qaba yığanda məlum oldu ki, şeyin içində benzin şeyində su var. Yəni konkret olaraq suya qatışmayıb deyə qatqı var idi. Amma bəndə olacaq. Necə ola bilər ki, sənə su olsun? Yəni necə baş verər? Astanda mənim üzümə dirəndilər. Mənə üzümə dirəndilər ki, bura su qatmayıb. Benzin nasos xarab oldu. Benzin nasosu dəyişdilər. Hövsanda kəndin girəcəyindəki Abu Petrolda olub o. 92 vuranda konkret su var idi. Mən çox üzr istəyirəm. Ümumiyyətlə vaxt aşırı gələn yanacağın özündə qalsın olaraq, misal üçün böyük bir satış olanda çöküntü olaraq bir su ola bilər. Bir santimdən icazə verir. Elə dediyim kimi bizim nasoslar 14 santimdən sonra olacaq. Və birdən götürmə bilirsiniz. Biz daimi olaraq bunu yoxlayırıq. Su olanda kompresor var. Saat 1-də gedərək onu çıxartdıq. Suya salan çıxırsa. Hə. Yəni biz daimi onu yoxlayırıq. Hə. Və 1 santimdən yuxarı icazə verilir. Ümumi kondensasiya ola bilər. Gələn yanacağın özündə də müəyyən dərəcədə dizeldə o emal zamanı su qalmalı. Əgər biz bir günə 30 min litr misal üçün dizel satırsa, bu bir ay ərzində ümumiyyətlə 1 santim mümkün. Bir şey deyim, deməli məsələn yanacaq vuruldu, dükana vuruldu və mən gəldim o vurulan anda gəldim doldurmağa yanacağı. Bu halda mən qarışmış yanacaq almış oluram. Buradan satışçı. Səndən satış eləmir ya. Bizim axı tutumlarımız çox idi. Sizin neçə dənə tutumunuz var? Dizel bir dənə deyilmi? Bir dənə Orada 92-lərdə. dizel bir dənədir. Bizdə də bir dənə. Dizeldə bir dənədir. Onda da su olmaq ehtimalı çox. Deməli çalışmaq lazım ki, gördün ki, zapravka yəni doldururlar, mümkünsə 1 saatdan gəlir. Yenə dediyim kimi mümkün yer, yəni yoxladığınız Aydındır, ya aydındır. Mən nəzərə Əgər olaraq ürəyiniz istəyirsə, sokarız bəndə otura bilərik. Sokarı Ligo zapravkasına gedək. Orada da Sırf bunun qorunması barəsində əsas suallar nəyə yaranır ki, pompaçılar müştəriləri aldadır. Ya dolumu az eləyir, ya nəsə başqa bir şey eləyir. Ya da 50 litrin əvəzinə 53 vurur. Bəli, miflər var ki, nə bilim bunu çıxardandan sonra işləmir. Yəni hal-hazırda ki, yoxsa Namiz müəllim tam olaraq pompanın bizim şirkət tərəfindən necə qorunmasını sizə göstərəcək. Yəni özünüz görəcəksiniz ki, bu pompaçının şansı belə yoxdur ki, oradan nəsə alınatsın. Yox, fərqi var. Yəni pompaçı ilə operator. Birinci, ikinci, üçüncü. Biz o izah edəcək, Rövşən müəllim izah edəcək. Hələlik bu təhlükəsizliyi barəsində desin, yəni başdan. Ümumiyyətlə sokarla bağlı eşitmiş də, yəni burada yanacaq kəsmə şikayəti olmuyor. Daha sonra kəsilən yedəklərdən necə kəsirlər onu? Onun da indi o Namiz müəllim Rövşən müəllim Texnologiyası lazımdır. Texnologiyasını bilir, indi açanda göstərir. Hal-hazırda bu qorunmasını göstərsin və nəyə fikir versinlər müştərilər ki, Allah qorusunlar, onları göstərər. Yəni yanacaq paylama kolonkası sizdə elektron kalibrlənmədir. Yəni norma belədir ki, 10 litrdə 25 qram aşağı və ya yuxarı ola bilər. O da tənzimlənir Dövlət Standartlaşma Komitəsi tərəfindən. Bu bizdə elektron kalibrlənmədir, ancaq bu qapağı açıb orada xüsusi qorunmuş düymə var, olmasından. onun özündə Bu nəzarət plombları rəqəmlidir bizdə görürsünüz. Yəni bunlar qeyd olunur, qırıla bilməz, heç cürə yuxarı hissəsinə. Yalnız ona müdaxilə etdikdən sonra aldada bilər. Yox, buna da müdaxilə edəndən sonra standartın o, Dövlət Standartlaşma Komitəsinin ikinci nəzarəti. Plombu var. Bu bizimdir. Biz burada təmir iş yaparanda bunu ikinci səhəri bu qorumaq. bizdən də hər adam onu aça bilmir. Yəni Xüsusi adamlar yəni belə deyək, açmaq üçün Ondan bu ötürü necə axırına olur? Mühafizə gəlir, yetkili adamlar gəlir və zapravka müdiri gəlir. Birlikdə akt tərtib olunur. Buradakı həmin bu kod yazılır ora ki, bu blomb söküldü və yerinə bağlanan blomblar. Və həmin aktda da qeyd olunur ki, hansı işlər görüldü, hansı şeylər Yəni satış aparan şəxs sizi maraqlandırmır da, yəni bu orada istəsə də eləyə bilməz də heç bir şey. Hər şey eləyir. O biri tərəfə. Amma Biz eləyirik O biri- ya, amma biz eləyirik. Tamam, dallı deyil. Dağına bax. İkinci Uzaqlar ayağında demə. müştəri diqqətsizliyi, müştəri diqqətsizliyi ola bilər. Onda operator insan faktoru. Burada rəqəm axırıncı satışı edibdi 5 litr gedib. Onu saxlaya bilər. Bu tapancanı 30 durmayıb yerinə. O sıfırlanmır da yəni. O sıfır satış bitməmiş, kalınca üçün bitməmiş olsun. Yəni sürücü bir dənə yanacağı vuracaq, 5 manat. sıfırlanmağını gördüsə heç bir problem Bəli, yox. bu baxımdan bəli.
Fərqi insan yoxdur, hər faktorunun da yerdə. qabağını Hə, alır. da Sıfırdan başlamağa fikir O verirlər. belə deyək də o belə 8 oxşayan bir şey hamısı eyni olur. O sıfır da olmur da, yəni bir rəqəm çıxır, sonra təzədən Bu başlayır. dəqiqə sıfırlanmayıb, amma Yox, bu doğrusu axırıncıya yoxdur vurulub. bizdə nəyə görə? Manatlıq vurulub. Bu axırıncı Bu satış. tapanca göydə olsa, bizdə yediyim üçün avtomatlaşdırılmış idarə etmə sistemi qurulubdur. İçəri düşür. 1 dəqiqə ərzində bu göydə olsa, kolonka bloka düşür. İstəsə də satışı davam edə bilməz. 31 saniyə ya dəqiqə. 30 saniyə. 30 saniyə bir Bu göydə olduğu müddətdə o hətta 30 saniyə müddətdə. İçəri status düşür, tapanca göydədir. Yediyim direktoru, xəzinədar, hamı görür. Yəni vardiya sonunda Zapravka müdürü təhvil alanda, növbə rəisləri yerini dəyişəndə orada O görürlər tipli ki, satışlar filan olur, tarixdə qırmızı filan sətirdən saat düşür. O qırmızı satışlar qırmızı sətirdən ora düşür içəridə. Yəni istəsəz onu da göstərə bilərik. Birini göydə saxlayaq, orada geyib görək. Bizdə digər məntəqələrin fərqi olur, operator varda işləməyin fərqi yoxdur. Operator burada avtorizasiya olunur, satışları düşür, tutaq ki, Əliyev Məmməd. İçəridə düşür ki, Əliyev Məmməd 500 satış eləyib, bu qədər litr satır, bu qədər. Və hər bir satış O keçən dəfə Raqif bəy deyəsən efirdə elə bir sual verdiniz ki, satışlar necə hesablanır, pompaçılarla. Siz orada belə bir şey işlədiniz ki, öz kəsirlərini ödəmək. Məsələn, öz açarını daxil eləyir bura, müəllim dediyi kimi. Artıq kompüterdə içəridə onun adı düşür. Misal Həşimov Ramil dizildə satışını elədi. Günün sonunda da bizdə həmişə mümkün. Həmişə olur. Yəni necədir? Operator bilir ki, o 10 dəqiqə sonra hesabat verməyə gedir. Baxır ki, o satıb 100 litr yarım. Deməli o 101 kimi sayılacaq və o yarım Yox, onun yox, yox, boyunda yox, qalır. yarım da düşür. Belə bir 16-66 blok var. düşür. Yox, siz Siz hesabatı dediyiniz bu mexaniki Bunu ona sayğacı göstərməmiş, orada yanacaq yarım ki. yoxdur. Biz mexaniki sayğacını hesabata bağlanırıq. Bu da hər bir adamın özündədir. Məsələn, Məmmədov Rövşənli, Məmmədov Rövşənli. adın yazılır. İndi orada kimsə adı yazılır. Yox, Bu ona göstərildi. Nə qədər yanacaq getsə, deməli bugün artıq avtomatik əski sistem. söhbəti yoxdur. Yəni bu sabah axşam pulunda deyə bilməz ki, mən bu qədəri almamışam. Almayıbsa öz günah. Bunu ora göstərməmiş yanacaq getdi. Göstərən kimi yanacaq da nə qədər gedirsə o Sonra avtomatik Hamı kim gəlir yaxınlaşır elə vurur tapancanı vurur gedir. Bir şey də var da, bizdə işçilər hər gün səhər işə daxil olarkən mühafizənin və növbə rəsmi iştirakı ilə bütün cibindəki əşyaları təhvil verir mühafizəyə. Yəni orada bizim saxlanacaq yerlərimiz var, orada qoyur. Yəni lazım olduğu vaxtda telefonu da hər bir şey. Lazım biz orada istirahət vaxtları var və təbii ki lazımdırsa mühafizənin bircə iştirakı ilə Otağa telefonu girə bilmir. götürür, Mən də telefon. İşdən çıxana qədər siqaretini götürür və s. Yəni pulunu da artıq bu adam işə girəndə cibində olan pulu tutan Göstərir 10 ki, manatdırsa onu qoyur saxlanacaq yerdə. İşədən də çıxanda yenidən 10 manatdan gedir. Artıq Qulamoğluya verər. İndi yenə də baxın, belə bir şey var da, bu insan faktorudur burada. Bu robot deyil ki, deyil bunu dəqiqliyindən işləsin. Təbii ki, insan faktoru olduğu Əsas yerdə, sizin nəzarətiniz belə deyim də, ağıllı adamlar çıxır ki, anlatmaq istəyirlər. Onun da qarşısını almaq üçün biz sağlayırıq. Yox, İki ona dənə deməyin blom ki, siz cavab qoyuldu. verin. O onun şəxsi şey. Birinci skorus, ikinci skorus, sürət məsələsi. Bu dəqiqə istəyirsiniz üçündə də yoxlayaq, birdə də üstə. Eyni cür vurulur. eyni şey. O həmin bilgilərdən biridir. Oradan çıxır. Bəs niyə lazımdır 3 dənə skorus? Niyə lazımdır? 1 ilə 2 ilə 3 dənə Bəzi bakların o klapanı birinci skorusda işləyir. 3-də atır. Eləsi var, 3-də atır ona görə. Havalanma sistemi Bakın çıxış fərqi. Yox, indi burada laminar axımı var, turbalent, sonra Hamısında laminadır. hamısında laminardır. Bir də müəllim ola bilər ki, məsəl üçün də Sürətimizi burada görəcəyik. çox köhnə maşınlardır. Onların yanacaq çənində siz özünüz də təmizləyirsiniz. Orada ola bilər ki, müəyyən milliqramda çöküntü olur. Onu sürətlə vuranda o başlayır orada qarşılamağa. Ona görə ola bilər ki, qardaş 3 ilə vur ya 1 ilə. Onun yanı Skorus nə üçün yaradılıb? Qısa söyləyin. tezliyi üçün, başqa işlə. Bizdə bu aparatlar məsələn, bizdə bu aparatlar 1 dəqiqəyə 3-cü skorusuna vuranda qalxır 40 litrə kimi. Yəni 40 litri 1 dəqiqəyə vurur. Birinci skorusda 27 litr. 27 litr vurur. 3-cü skorusda vurur 31-34 arası. Budur yəni, başqa hiçbir şey yox.
o hətta ola bilər. Bir daman neçə qramdır? 10 qram. 10 qram bir damadır. Deməli biz 10 litr yanacaq vuracağıq. Ha, bu da ki 10 plombudur. Nəzarət var. Nəzarət plombudur. 10 litr vuracağıq biz. Bura. Bəli. Yəni normalda hər yerdə 10 litrlə hesablanır. 20 də vurmalı. Yox, belə 10 yetər. 10 tutur da. Aparatı Birinci skorsundan hazıra. Bir neçə ilə istəyirsiniz? Neçə skor? Birinci ilə vurur, sonra 2 ilə vurur, 10 litrə üçünü də yerləşdirir. 10 litrdə Hə. Və Ondan vursun, bundan vursun. bir dəqiqə. Belə deyək də, biz 2-3 litrini birdən, 2-3 litrini 2 ilə. Tipini yazsaz Google-a belə deyək. Bunun menzurkanın istifadə eləmişsiniz. bütün xarakteristikası çıxacaq. Bu bizdə ildə bir dəfə qoz standartdan yoxlamadan keçir. Hal-hazırda 24.06.2016-da qoz standartdan keçirdi. Bir də 24.06.2017-də keçirdi. Bir dəfə. Üstünə də blombu vurulur. Xüsusi blom Bundan vurma, bundan vurma. bunu istifadə eləmir ona görə. Onu keçir yoxsun. Çünkü Harun Reis bunu ispat eder. Vurun da, vurun. Tapanca ahırında bir yataqdan da istifadə. At buranın. 3 skorsundan da vurarsan hamısı. 2 litr 1 skorsundan, 2 litr 1 skorsundan 2 litr. Biraz aralı durun. Birdən hə. Orada baxın da şey 10 litr yazılır. Təbii ki, o sıfırlanmalıdır. Şimdi bura bakın. Onda başqa pistolet götürək. Bu dere Olanda olanda olur. getdik. Onu qoy yenə. Yox, qoyun vursun, qoyun bir vursun. litr dolsun. Sonra kimdən şübhə? Niyə? Neçə vaxt deyil ki istifade olunur. Ona bile şırak boşdur. Şırak boşdur yani. Yəni şırak boşluq da lazımdır. Onda keçən ofisindən götürək. Yok. Yox, onda da problem problem. Yox, mən istəmirdim ki, pistoleti bir başqa yerdə istifadə edir, bir başa istifadə eləmək. Elə bax, bir başa, bax belə. Vur, vur, vur. Vur bir başa. Vur. Sıfırlanmanı gördünüz de. Aha. Bəli, bəli. Bak burada da neçə litre gelir bir dəqiqədə onu göster. 31. Ha, o skorsun. Sürət. Ha, o sürət. Güzel litre değil bu manat. İndi sürəti artıraq da. Yo, 3 nömrə. Gördüğünüz köpük attığına göre Ha, koy, yok dayanmıyor. Atır hə, təzə. Yani ha, hərəkət İndi var. 10 elə. Ağaçını açtığınızda Hepsi yok, heç olmaz. Yox, bu da fərq edir. O 10 qram nəzərdə alınıraq yuxarı aşağı, onu da nəzərə alarıq. Mən də daşın köpük Hayır, qram. Axırdan düşüb baxacam onu. Hələlik buradan baxıram. 10 litr olur artıq. Belə dostlar, biz Sokardakı işimizi demək olar ki bitiririk. Hər şeylə tanış olduq. Yanacaq necə vurulur, tapançalar necə işləyir və bütün bunların hamısı haqqında məlumat aldınız. Yeri gəlmişkən bir məsələni də qeyd etmək lazımdır ki, əgər sizin yanacaqla bağlı hər hansı bir probleminiz varsa, söhbət Sokar yanacaq doldurma məntəqələrindən gedir. Bizə müraciət edin, biz onlarla əlaqə saxlayaq, sizə köməkli göstərsinlər. Hansısa yanacaq doldurma məntəqəsində sizə yaxşı xidmət göstərməyiblərsə, oradan da şikayət edə bilərsiniz. Hər bir yanacaq doldurma məntəqəsinə 92 benzin Sokardan gəlir. Yəni onlar benzini Sokardan alırlar. Amma daha sonra onlar artıq nə qatırlar, yanacağı necə saxlayırlar. Elə yanacaq doldurma məntəqəsi var ki, məsələn, burada filtrlər göstərirlər. O filtrlərdən istifadə eləmirlər, çöküntülü olur və ya yanacaq doldurma məntəqəsində benzinə dizel qatıb satırlar. Bütün bu şeylərin hamısı məntəqələrdə baş verir. Sokarda belə bir şey qarşınıza çıxıbsa, siz ondan şikayət edə bilərsiniz. Digər yanacaq doldurma məntəqəsinə isə artıq 195-ə zəng edib şikayət eləmək olar.